Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün soyuq havalarda ləzzətlə yeyə biləcəyiniz məşhur yayla şorbasını mən də hazırladım. Qazanın içərisinə 1 armud stəkan yumru düyü tökürəm. Düyünü yaxşıca yuyuram. Üzərinə 200 ml stəkanla 3 stəkan su, eləcə də biraz duz əlavə edib ocağın üzərinə bişməyə qoyuram. Ətlə soğanı ətçəkən maşından keçirirəm. Üzərinə duz, qara istiot vurub əlimlə yaxşıca qarışdırıram. Ətdən kiçik küftələr hazırlayıb ayrıca bir boşqabın içərisinə yığıram. Qaba 2 stəkan qatıq, 1 yemək qaşığı un və 1 ədəd yumurta sarısı əlavə edib çırpıcı ilə qarışdırıram. Artıq düyü də vam odda yavaş-yavaş bişir. Ayrıca bir tavaya biraz yağ tökürəm. Yağ qızdıqdan sonra küftələri yağın içərisinə atıb qızardıram. Küftələr qızardıqdan sonra üzərinə nanə tökürəm. Təxmini 1 dolu yemək qaşığı nanədən istifadə etdim. Küftələri nanə ilə birlikdə 1-2 dəqiqə qovururam. Düyünün içərisinə 2 stəkan soyuq su tökürəm. Qarışdırıram. Və sudan qatıqlı qarışımın içərisinə əlavə edib yenidən qarışdırıram. Bunu qarışdıran zaman qatıq çürüməsin deyə etmək lazımdır. Qatıqlı qarışımı da düyünün üzərinə tökürəm və tam qaynayana qədər dayanmadan qarışdırıram. Qaynağa düşdükdən sonra küftələri də qazanın içərisinə tökürəm. Bir-iki dəqiqədə beləcə küftələrlə birlikdə bişirirəm. İçərisinə zövqə görə duz əlavə edirəm. Hazır olan şorbanı ocağın üzərindən götürürəm. Daha sonra isə boşqaba töküb süfrəyə təqdim edirəm. Olduqca dadlı, ləzzətli yemək alındı. Əziz xanımlar, əgər siz də mənim yeməyimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.